شهر علمي نبي برمت فتحت باب خيدر آفتاب جناب نبي أبو تراب خيدر. Allah Təbarəkə və Teala Qur'an-ı Kərimdə namazın vacibliyi barəsində buyurub ki, namaz qılmaq bütün möminlərin boynunda müəyyən vaxtlarda vacib bir əməldir. Həzrəti Peyğəmbər Muhammed sallallahu aleyhi və aleyhi və səlləm buyurmuşdur ki, Əs-salatu amududdin, namaz dinin sütunudur. Və başqa bir hədisində buyurub ki, لِكُلِّ شَيْءٍ عَلَمْ وَعَلَمُ الْإِيمَانِ الصَّلَاةِ. Hər bir şeyin bir əlaməti var, nişanı var. İmanın, Allaha inamın, inancın nişanı isə namazdır. Allah Teala namazı bütün müsəlmanlara onu zikr eləməkdən ötürü vacib eləyibdir. Çünki insan məxluqdur, yaranmışdır. Allahsa yaradandır. İnsan yaranmış öz yaradıcısı ilə nə qədər çox əlaqədə olarsa, o onun kamilliyinə, müvəffəqiyyətinə səbəb ola bilər. Elə bu səbəbə görə də Qur'an-ı Kərimdə belə bir ayə var ki, Əqimus salətə li zikri, məni xatırlamaq, mən həmişə sizin yadınızda olmaqdan ötürü namazı qılın. Həzrəti Peyğəmbər əleyhissalam buyurub ki, cənnətin açarı namazdır, namazın açarı isə paklıqdır, dəstəmazdır. Namaz qılmamışdan qabaq hər bir müsəlman, mömin, namaz qılan gərək dəstəmaz alsın. Buna da Qur'an-ı Kərimdə ayələr bizi sövq eləyir. Allah Teala buyurur ki, İzə qumtum iləs-salati fəğsilu vucuhakum və eydiyekum iləl-mərafiq vəmsahu bi-ruusikum və ərculakum iləl-kəbeyn. Ey Allaha inananlar, namaz qılmaq istədikdə üzlərinizi və əllərinizi yuyun, baş və ayaqlarınızın üstünə əlinizin nəmişliyi ilə əllərinizi sürtün, məhz edin. Qur'an-ı Kərimdən bu ayə və Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn hədislər bizə demək ki, tövsiyə edir ki, namaz qılmamışdan qabaq insan gərək dəstəmaz alsın. Dəstəmaz aldığı yer həlal bir yer olmalıdır. Qəsbi işğal olunmuş yerdə durub dəstəmaz almaq olmaz
və qəsb olunmuş, zorla alınmış su ilə də dəstəmaz almaq olmaz. Və dəstəmazın suyu eyni zamanda təmiz olmalıdır. Başqa qatışığı, yəni onu saf su dərəcəsindən çıxarda biləcək dərəcədə başqa sularla qatışığı olmamalıdır. Hər bir əməl niyyətlə başlayır. Dəstəmazı alarkən də insan niyyət eləməlidir. Misal üçün, bu niyyət eləyə bilər. Dəstəmazlı olmaqdan ötürü, ya namaz qılmaqdan ötürü, dəstəmaz alıram, qurbətən ilallah. Yəni, insan bu fikirdə olsa, onun bu niyyəti ona kifayət eləyir. Sonra suyu ovucuna götürüb, alnının tükbitən yerindən çəninin altına kimi yuyur, bir dəfə yumaq və əli də sürtmək lazımdır ki, yəni üzün, qaşların, gözün, sonra burnun, ağzın, o müəyyən yerlərində o zahir hissə ki var, bayir hissə ki var, o hissələr tam yuyulmaqdan ötürü insan gərək əllərini mütləq sürtməlidir. Bir dəfə yumaq vacibdir, ikinci dəfə yumaq isə müstəhəbbidir. Üçüncü dəfə isə yumağa bizim şəriətimiz icazə vermir. Sonra isə əlinə su götürür, sol əli ilə sağ əlini yuyur. Sağ əli də yuyarkən dirsəkdən su tökülür, ondan sonra yayılır bütün barmaqların ucuna kimi. Həmin yol ilə sol əli yuyulur. Sol əli də yenə bir dəfə yumaq olar və ikinci dəfə də yumaq müstəhəbbidir, amma üçüncü dəfə isə dəfə niyyəti ilə yumağa icazə yoxdur. 2 dəfədən artıq yumaq olmaz hər bir əzanı. Yuyub tamamlayandan sonra ki, başın müqabil hissəsinə, yəni alnın üstündəki olan hissəsinə, əldə olan nəmişliklə məs çəkilir. Ondan sonra sağ əllə sağ ayağın üstünə, demək, baş barmağın dırnağının altındakı ətdən başlanır, ta topuğun üstünə kimi məhz çəkilir. Sol əllə də sol ayağın üstünə beləcə məhz çəkilir. Dəstəmaz alma imkanı olmayan insanlar onun əvəzinə əllərini torpağa, yerdən çıxan bir şeyi vurub, yəni o paçlığı eləyə bilərlər. Buna da teyəmmüm deyilir. Quran-ı Kərimdə belə bir ayə var ki, və in ləm təcidu məən fətəyəmməmu sa'idən tayyibən. Əgər su tapmasanız, əllərinizi yerin üzərində olanlara pak, həlal, təmiz yerə vurun, üzünüzə və əllərinizə çəkin. İnsan niyyət edir, mən dəstəmaz əvəzinə təyəmmüm edirəm, qurbətən ilallah, 2 əllərini belə bərabər tutub və yaş olmayan quru torpağa vurur, sonra əllərini biri o birisinin içərisinə sürtür ki, əllərində qalan torpaqlar yerə tökülsün, sonra əlini üzünə çəkir. Bu əlini qoyur, sağ əlinin üzərinə çəkir, ondan sonra sol əlinin üzərinə çəkdikdən sonra bu artıq dəstəmazlıq sayılır.